Səncə kişi evdə yemək pişirməlidir yoxsa yox? Kişiyə olmaz evdə yemək pişirmək. Qadın səncə maşın sürməlidir yoxsa yox? Qadına maşın sürmək olar. Əvvəlcə sürməyi öyrənsin, ondan sonra. Öyrənməmiş olmaz. Qadına olar paltar ütüləməyin sirlərini tapmaq. Daha yaxşı. Bax, qadına olar dolmanı, məsələn 3 bacı dolması ən yaxşı. 3 bacı dolmasını neçə dəqiqə qaynatsam o əla bir şey. Başıma dönürəm, hər şey niyə burayla ölçürsüz? Bax, məsələn, olar qadına kişinin paltarını elə ütüləmək ki, o çıxanda çölə olsun necə? Bəy kimi. Bəy kimi. Bəli. Amma o ütünü ütüləyib, o yeməyi yedizdirib, o cür bəziyib, düzüyüb, ayağı xınalayıb, çölə göndərəndə də deyir, həmin ər sənə növbəti günlərdə gəlin gətirəcək. Buna necə baxırsınız? Olar yoxsa olmaz? Ümumiyyətlə, qadınla mübahisə eləmək olmaz. Məncə də.